Salam, hər vaxtınız xeyir. Bugün şokoladlı piroq hazırlayacağım. Əgər anidən bir qonağınız gələrsə, tez hazırlaya biləcəyiniz ən dadlı şokoladlı piroq mu deyim, keks mi deyim, çox gözəl şirniyyatdır. Yumşaqlığını da görürsünüz və keçirəm hazırlanma qaydasına. Əvvəlcə 250 qram un götürürəm. Unun üzərinə 4 xörək qaşığı kakao əlavə edirəm, vanilin əlavə edirəm. Əvvəlcə quru ərzaqları əlavə edirik, onu deyim ki, və 200 qram şəkər, yarım çay qaşığı duz və bunların hamısını bir-biri ilə yaxşı-yaxşı qarışdırırıq. Tam qarışdırdıqdan sonra bura 60 qram duru yağ, 60 qram kərə yağı, 2 yumurta və bir də 260 qram süd əlavə edirik. Süd otaq temperaturunda olsa olar, faizindən asılı olmayaraq və hamısını bir-biri ilə qarışdırdıqdan sonra spatula vasitəsilə daha sonra keçirəm mikserlə tam qarışana qədər, yəni içərisində kərə yağı əriyənə qədər qarışdırıram. Qabın kənarlarını spatula ilə yenidən yığıram bir yerə. Daha sonra bura 1 çay qaşığı soda və üzərinə də 1 xörək qaşığı alma sirkəsi əlavə edirəm. Əlavə edirəm xəmirin içərisinə və mikserlə yenidən çalıram tam qarışana qədər. Daha sonra hansı ki bişirəcəyim qabı kərə yağı vasitəsilə yağlayıram. İçərisinə əlavə edirəm və qoyuram duxovkaya 180 dərəcədə 40-45 dərəcədə 45 dəqiqə bişirirəm. Gördüyünüz kimi çox gözəl bişibdir. Sizə bir şey öyrədim ki, sobanın içərisindən çıxardıqdan sonra qabı yaş dəsmalın üzərinə qoyun. 5 dəqiqə orada durduqdan sonra ki, yəni piroq qabın dibi yapışmasın, yaxşı çıxsın. Daha sonra salfetkanın üzərinə bu şəkildə qoyun və salfetkadan da soyduqdan sonra götürə bilərsiniz. Üzəri üçün süd və şokolad damlalarından istifadə etdim. Parda əritdim. Piroqun üzərini bu şəkildə çəngəl vasitəsilə dişləhləyirəm ki, üzərinə süd əlavə etdikdə yaxşı hopsun. 100 ml də süddən istifadə etdim. Şokolad tam əridikdən sonra üzərinə əlavə edirəm. Yaxşı-yaxşı hər tərəfinə yayıram. Bir də mən şokoladı üzərinə əlavə etdikdən sonra mən şokolad bəzəmək üçün şokolad oxantısından istifadə edə bilərsiniz. Mən bunu hazır şəkildə almışam. Yəni tortların, kekslərin, piroqların üzərini bəzəmək üçündür. Bu şəkildə üzərini bəzəyirəm və 2-3 saatda qoyuram ki, soysun tam. Yəni piroq islansın və daha sonra kəsirəm. Yumşaqlığını artıq videonun əvvəlində siz gördünüz. Yenə də göstərirəm. İnanın ki, çox gözəl, nəmli, yaş pasta alınır və dadı da çox ləzzətli olur. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.